Uşaqlar, bu günləri hazırladığımız çiftə hazırdır. İndi biz bunu qoyuruq kasıya. Girim içine Ayxan. Bilirsiniz, sarı, bu zəfəran deyirlər. Zəfəran deyil, indi sarı çiçəkdir da. Bu zəfəran başqa şeydir. Bu sarı çiçəkdir. Hə, yəni ondan da vurmuşuq. Sarı köş də vurmuşuq. Hə. Yenə deyirəm, bu əti, bu çiftənin parça əti yoxdur. Hə. Bir o çatmır. Yəni dediyim odur ki, yəni bu günləri bizim vaxt məhdudiyyətindən ona görə bişirə bilmədik əti. Yəni aydın oldu uşaqlar, bizim Bakı çiftə sizə. Yəni quyruq vurduq, 200 qram, 1 kilo ətdir, 300 qram soğandır, 300 qram noxuddur. Ondan sonra soğanı, yağ soğan eləmirik, bildiniz də yağ soğan getmir. Bəyək kimsə deyir ki, yağ soğan eləməlidir. Mən dedim, yox, çiftəyə yağ soğan olunmur. Çiftəyə soğanı atırsan, onun dadı çıxır. Yəni yağ soğan olunmur. Öz də bəli, o öz çıxır. Bunu daha parça ətlərlə bişiririk biz, parça qəşə ətlərlə. Bütün ətin tamı çıxır, soğanla qaynayır. Sonra küftələri tökürsən. Ona deyirəm, küftə bozbaş. İndi yenə deyirəm, bura dərsdir deyənə. Biz bunu doyumluq eləmirik, dadımlıq eləyirik ki, uşaqlarımız Azərbaycan mətbəxindən anlayışı olsun. Yəni çiftə bozbaş nədir? Gördünüz, bayaqlar dedilər ki, çiftəyə yağ soğan vururuq, bir deyik, çiftənin suyuna düyü tökürük, bir deyik, tomat vururuq. Yəni neçə cür burada, məsəl üçün, uşaqlar fikirlərini bildirdilər. Bəli, çiftənin özünə düyü vururuq. Dedim, 2 xörək qaşığı düyü vurduq ətinə. Sonra onu yaxşı çırpırıq. Ət dinlənməlidir biraz, yadınıza saxlayın. Əti çırpırsınız, biraz dinlənməlidir. Dinlənəndən sonra onlar küftələr tutulur. Yəni biz indi vaxtdır, müəllimə ucu gəlibdir, gözləyir, o bir qrupa girdiyinə görə, yəni çatdıra bilmədik. Yəni uşaqlar azından öyrəndi, bildi, bütün içinə gedən nədir, düzgünlüyü ilə ki, yəni bu xanım bu Bakılıdır. Deyir ki, müəllimə, yəni siz düzgün deyirsiniz da. Amma indi kommentariyanı oxuyanlar deyir ki, baxan deyir ki, yox, bu düzgün deyil, bu çiftə. Bu çiftə deyil, bu belədir falan. Hə, qəşəng gününüz olsun.